Hello guys, herkese salam, əziz altıncılar. Növbəti izah videomuzla qarşınızdayıq. Bugünkü izahımız grammar mövzusunda past continuous olacaq. Past continuousun izahını, qaydanın izahını vermişdik keçən bölmələrdə. Gəlin elədirsə qaldığımız yerdən davam edək. Deməli, ikinci cümlədə we-yə baxırıq. We-də were olur. Keçmişdə we were riding. O sürürdü keçmişdə. Hı. Daha sonra that təkdədir. Təkdə keçmişdə olacaq was ə, frying. Mhm, frying. Daha sonra Alex və Theo iki nəfər olduqlarına görə cəm sayılırlar. Cəmdə nə olurdu? Were. Ona görə yazırıq were playing. Daha sonra while my mom was studying become a doctor, my dad was working as a teacher. While you were getting off the train, I was getting on the train. Davam edirik. Circle the correct option. Düzgün fikri seçməliyik. I was walking yoxsa walked. Was varsa burada heç vaxt walked götürə bilmərik. Çünki əmizar olan cümlədə indiki zamandadırsa əmizar məsələn deyirəm ki I am walking. Yəni feilə ing artırılmalıdır. Keçmişdə isə olacaq I was walking. Yəni mən I was walk deyə bilmərəm və yaxud da I was walked deyə bilmərəm. Bunlar heç biri I was məsələn belə də yazaq. Walk. Bunlar heç biri doğru deyil. Doğru olan birincisidir. Yəni am, is, are ya da was, were varsa feilə ing gəlməlidir. Yəni bu hissə doğrudur. He saw the accident while he drove. He also was driving to work. Deməli, burada hansını seçməliyik? He was driving yoxsa he drove? Deməli, burada biz zaman bağlayıcılara fikir verməliyik. While-lı cümlələrdə özündən sonra was driving, yəni davam edici zaman istəyir. When isə keçmiş sadə zaman. Deyir ki, o bir qəza gördü işə gedərkən. Baxın, işə getmək, yəni getməkdə idi. O bir qəza gördü. Yəni bu davam edən bir hərəkəti göstərir. Ona görə was driving olacaq. When-dən sonra gəlməlidir keçmiş sadə zaman. Daha sonra I was reading my book when I heard, yine burada when var. When'den sonra geçmiş sadə zaman. When I saw Camilla, she was rushing. She was deyirsə ümumiyyətlə rushing olmalıdır. Çünki dediyim kimi burada da dedim. I was, ümumiyyətlə was, were, am, is, are varsa fail ing olmalıdır. Gəldik cross out incorrect words and write the correct words. Aha, səhvi düzəltməyimiz istənilir. Burada bu possessive pronoun aslı və müstəqil tərəfinə aiddir. Keçən dərslərdə biz bunun izahını vermişdik ki, aslı tərəf özündən sonra mütləq isim tələb edir, yəni aslı tərəfdən sonra mütləq isim gəlməlidir. Müstəqil tərəf isə özündən sonra isim tələb eləmir. Cümlənin sonunda çox vaxt cümlənin sonunda işlənər, əvvəlində işlənibsə də özündən sonra feil gələr və yaxud da heç nə gəlməz. Əvvəldə işlənibsə çox vaxt feil gəlir. Sonda işlənəndə də heç bir şey gəlmir. Məsələn, burada ikinci cümlədə bags isimdir. İsimdirsə özündən əvvəl ours gəlməz heç vaxt. Our olar. Çünki our aslı tərəf özündən sonra isim istəyir. Müstəqil tərəf istəmir. They know our address. Onlar bilirlər bizim adresimizi, but we don't know them. Theirs daha doğrusu. Theirs. Amma mən onlarınkini bilmirəm. Baxın, bu their-dən sonra mütləq nəsə bir şey gəlməli. Dediyim kimi aslı tərəf. Aslı tərəf hansılar idi? My, your, our.
their, his, her, its. Bunlardan sonra mütləq isim gəlməlidir. Amma digər bu esli yazılanlardan isə üzərindən sonra isim tələb eləmirlər. Və çox vaxt cümlənin sonunda istifadə olunurlar. This is my cell phone. Baxın, burada cell phone isimdir, düzdür? Deməli, mən burada my yox, mine yox, my istifadə eləməliyəm. That's Victor's pizza. Your has got more cheese on it. Your has got. Bu nə qəribə bir cümlədir. Gəlin onu da düzəldək. Düzgün versiyasını yazaq. Deməli, burada bu Viktorun pizzasıdır. Səninkinin, yəni sənin pizzanın üstündə daha çox pendir var demək istəyiriksə, səninki burada, baxın, has got feildir. Mən dedim ki, əgər cümlənin əvvəlində gələrsə, özündən sonra feil gələr. Deməli, bu your özündən sonra isim istəyən tərəfdədir. Baxın, your buradadır. Özündən sonra isim istəyən tərəfdədir. Amma theirs, yours, yəni esli olanlar isə özlərindən sonra cümlənin əvvəlində gəlibsə feil istəyir. Sonunda gəlibsə də heç nə, elə özü gəlməlidir. Deməli, burada your yox, yours olmalı idi ki, özündən sonra feil gəlib. Əgər your olsaydı, özündən sonra isim gələrdi, feil yox. Those aren't Hannah's earphones. Her are black. Onunkular qaradır. Baxın, burada are da feildir. Əmizarın özü də feildir, düzdürmü? Her'dan sonra nə gəlməli idi? İsim. Mən her'ün hansı halını yazmalıyam ki, özündən sonra feil gəlsin? Hers olan halını yazmalıyam, düzdürmü? Çünki hers olan halında özündən sonra isim gəlir. Bu şəkildə tamamladıq. It's your tablet, it's yours. They are Anna's jeans, they are hers. Bunlar onunkudur. It's our cat, it's ours. They are Philip's headphones, they are his. Onunkudur. That's my bike, that's mine. Bu mənim velosipetimdir, o mənimkidir. That's my parents' computer, that's theirs. Mənim valideynlərimin kompüteridir, bu onlarınkidir. Bu şəkildə yazdıq, tamamladıq. İndi isə davam edirik. Look at the text and tick the correct answers. What is it? What is about? Bunu ilk öncə mətni oxuyub tərcümə etdikdən sonra qayıdıb sualların cavabını verə bilərik. Gəlin nədirsə tərcümə edək. Famous inventors. It was around 1860 and an American boy called Chester Greenwood has doing his favorite thing, ice skating, when his ear started to hurt. Təxminən 1870-ci il idi və Chester Greenwood adlı Amerikalı bir oğlan ən sevdiyi şeyi konki sürürdü. Birdən onun qulaqları ağrımağa başladı. They were so cold. Onlara çox soyuq idi. He lived in Maine in the United States and in winter it was very cold. O, ABŞ-da Maine ştatında yaşayırdı və qış ayları həddindən artıq soyuq olurdu. Chester put his hands over his cold ears, but then it was difficult to skate. Chester əllərini soyuq qulaqlarının üstünə qoydu, amma sonra konki sürmək çətinləşdi. He tried covering his head with a hat, but his ears were still cold, and they still hurt. Başını şapka ilə örtməyə çalışdı, lakin qulaqları hələ də soyuq idi və hələ də ağrıyırdı. Then Chester had an idea. Sonra Chester'ın ağlına bir fikir gəldi. He made two circle covers for his ears and connected the covers with a fine piece of metal. O qulaqları üçün iki dairəvi örtük hazırladı və onları incə bir metal parçası ilə birləşdirdi. He then put his invention on his head. Sonra ixtirasını başına qoydu. He created the world's first earmuffs. He could now skate and his ears were warm. O dünyanın ilk ilıq qulaqlığını icad etmişdi. İndi o konki sürə bilərdi və qulaqları isti idi.
His friends wanted earmuffs for their cold ears and he made some for them. Onun dostları da soyuq qulaqları üçün qulaqlıq istədilər və ə, Chester, deməli, and he made for them. O onlar üçün də hazırladı. A few years later, Chester built a factory to make earmuffs. Bir neçə il sonra Chester qulaqlıq istehsalı üçün bir fabrik tikdi. By 1883, his factory was making 15,000 every year. 1883-cü ilə qədər onun fabriki ildə 50 min cüt qulaqlıq istehsal edirdi. Belə mətnimizi oxuduq. Çox maraqlı bir mətn idi. Əslində bir uşağın necə bir inventor, yəni ixtiraçı kimi belə deyək də öz ağrısından, öz acısından necə bir ixtira yaratdığı ilə bağlı çox maraqlı bir mətn idi. Deməli, bu mətn nə idi? Mail, a blog post, a web page. Məncə bu bir web page idi. Çünki baxın, famous inventors və clothes haqqındadır. What is it about? O nə haqqındaydı? A boy who invented something. Bir oğlan hansı ki ixtira edib bir şeyləri ixtira etmiş oğlan haqqında. Gəldik ikiyə. Read the text and write true or false next to the statements. Deməli, readinga görə biz true or false eləməliyik ki, hansı fikirlər düzdür, hansılar səhvdir. Gəlin elədirsə, başlayaq. Deməli, winters weren't cold in place where he lived. Deyir ki, o yaşayan yerdə qış soyuq deyildi. Bu false olacaq. Çox soyuq olduğunu deyirdi orada. Chester's ears were very cold while he was skating. O skate sürəndə deməli qulaqları çox soyuq idi. Bu düzdür, truedur. Daha sonra he invented something to keep his ears warm. Bu da true olacaq. Deyir ki, o bir şeylər ixtira elədi, qulaqlarını isti tutacaq bir şeylər. Chester's friends didn't like his invention. Deyir ki, Chester'ın dostları bu ixtiranı bəyənmədilər, yanlışdır. Əksinə onlar özləri üçün də həmin qulaqlıqdan istəmişdilər. He built an earmuffs factory. O bir earmuffs factory, yəni zavodu tikir. Bu da düzdür. True. Daha sonra gəldik write, answer the questions. Suallara cavab yazmaq. Bu da mətndəki suallardır. What did Chester like doing best? Ən sevdiyi şey, ən xoşladığı, nə etmək xoşlayırdı belə deyək də. Gəlin suallarımıza da cavabları yazaq. Deməli, onun ən sevdiyi şey nə idi? He liked, belə yaza bilərik, o xoşlayırdı. He liked ice skating. Ice skating best. En çok buz skating xoşlayırdı. Daha sonra what happened when Chester went skating? His ears, yaza bilərik ki, onun qulaqları his ears got very cold and started to hurt. Onu incitmeye başlamıştı. How did he connect the two circular covers? He connected them with a fine piece of metal. Yani bir metal ile onları düzeltmişti. Gəlin yazaq. Birləşdirmişdi. He connected them, onları, with fine piece of metal. What did his friends want? Onun dostları nə istəmişdi? They wanted earmuffs
for their cold ears to öz qulaqları üçün də isti earmuffslardan istemiştim. Daha sonra how many earmuffs did Chester's Factory make in 1993? 1883'ten bu yana onlar nə qədər ə, qulaqçıq istehsal ediblər. Deməli, his factory made. Ay, nə qətbə yazdım 50-ni. 50.000 earmuffs by belə yazaq 1993. Belə. Bu cevapları da tamamladık. İndi isə devam edirik. Language in context 1. Match the beginnings to sentences with one five with index A, E. Deməli, 1-dən 5-ə qədər olan sözlərlə A-dan E-yə qədər olan cevaplarını birləşdirməliyik. Anton was having breakfast when ne zaman? Deməli, Anton edirdi, səhər yeməyi yeyirdi. His exams result arrived. While he was working for his sex, I broke 2 plates. Baxın, D variantı uyğun gəlir. Daha sonra, çünki when'dir, when'dən sonra gəlməlidir sadə zaman. Daha sonra digərlərinə baxaq, dəqiqləşdirək, ondan sonra yazarıq. While Daniel's parents were working in Europe, um, she was leaving their grandparents. Daniel she ola bilməz. While he's working, his exam has... Aha. Deməli, gəlin yazaq. Anton was having breakfast when his exam results arrived. 2 ilə düz gəlir B. While Daniel's parents were working in Europe, she was living, bu deməli 3 ilə gəlir Y, o nənəsi ilə yaşırdı. Anası ki, Daniel'ın valideynləri Avropada işləyəndə. Sophia and Mark found a little cat. Sophia və Mark balaca pişik tapdılar. When they are walking in a park. Deməli, onlar parkda gəzəndə. When I was cooking dinner, mən yemək pişirəndə nə elədim? I broke 2 plates. 2 dənə boşqab sındırdım. Bunu da bitirdik, devam edirik. Circle the correct verb form in sentences. Düzgün verb formasını deməli, biz buradan eləməliyik. Nişanlamalıyıq. Deməli, George and Mistral had or was having. Burada was having olmaz. Çünki 2 nəfərdən söhbət gedir. George the Mistral. Yo, bir nəfərdir. Estağfurullah. And görmüşəm bunu. George the Mistral had or was having the idea for Wickla. Had an idea while he was walking in the Alps. While'dan sonra davam edici zaman gəlməlidir. While keçmiş davam edici zamanla işlənir. While Elsa was working in a bank, she met her best friend. Daha sonra she was meeting. Bircə dəqiqə. Üçə baxaq bir dənə. Düzgün tez yazdım. While Elsa worked, Yosa was work in a bank. In the bank she met, Yosa was meeting for her best friend. Aha, düz nişanlamışdıq. Deməli, o bankda işləyərkən tanış oldu ən yaxın dostuyla, ən yaxşı dostuyla. I waited, yoxsa was waiting for my boss. Mən gözləyirdim olacaq. Was waiting. Avtobusu gözləyirdim. When I remembered, when'dən sonra gəlməlidir. Remember.
Yəni sadə zaman, keçmiş sadə zaman. An Indonesian woman found yoxsa was finding a lot of gold. İndoneziyalı qadınlar tapdılar olacaq. Gold money while'dan sonra necə gəlməlidir dedik. Keçmiş davam edici zaman was looking for good food. Alexander Fleming didn't look yoxsa wasn't looking for penicillin. Deməli, wasn't looking when she discovered. Aha. Wasn't looking axtarmırdı for penicillin when he discovered. When'dən sonra gəlməli keçmiş davam edici zaman. Daha doğrusu keçmiş sadə zaman. Bunu da bitirdik, davam edirik. Bill Gates, deməli, complete a sentence with the correct form verbs in brackets. While'dan sonra necə gəlməlidir dedik. Keçmiş davam edici was going. Daha sonra our car stopped working when we were driving home yesterday. Çalışmağı dayandırdı. Çalışmağı dayandırdı deyiriksə, deməli stopped yazacağıq. While my parents were shopping, deməli, while'dan sonra nə demişdik? Was trying. Was trying. When my dad was watching the game show, deməli, he got all the answers were correct. While we were going around the zoo, deməli, I took some amazing photos. While biz gəzərkən zoonun ətrafında çəkirdik, yox, çəkdik bəzi möhtəşəm şəkillər. Daha sonra gəldik 4-ə. Where are you going? When I saw you last week. Last week deyirsə, keçən həftə, deməli, normaldır keçmiş zamanda. B-də, we were going to visit my granddad. It was his 70th birthday. Onun 70-ci yaş günüydü. Wow. Um, did he have a big party? On böyük parti etmişti. No. Not then. On Wednesday, it was just a family because was planning. He was deməli, he was planning a big party. Belə yazaq. Planning a big party with all his friends on Saturday. Belə bitirdik, düzdürmü? Did he have işlətdik, so-nu işlətdik, was işlətdik, was planning işlətdik, we are going-i də işlətdik. Belə. Davam edirik növbəti tapşırığımızla. Language in context 2. Possessive pronoun. Possessive pronounu danışdıq bundan əvvəlkilərdə də. Gəlin indi işləyək. That's my phone. It's mine. It's my brother's book. It's his. That's our new car. It's ours. This is my grandma's typewriter. It's grandma's, deyirsə hers. It's my parents. It's theirs. This is your coat. It's yours. Belə. Circle the correct possessive forms in the dialects. Dialoqda düzgün possessive, yəni yəlik halını işarə eləməliyik, nişanlamalıyıq. You are kidding, sən zarafat edirsən. My cousins live in a street. Their house, çünki house isimdir. Theirs'dən sonra əsla isim gəlməz. Their house olacaq. Whose headphones are these, David? Yours or Jessica's? Sənin. Bu yourdan sonra mütləq isim gəlməlidir. Olmaz. Yours, səninki də yoxsa Jessica'nın belə. They are not
Mine olacaq. Çünki my'dan sonra yenə isim gəlməlidir. I think there, his yoxsa hers. Burada hər ikisi də gələ bilər. They are hers. Onda yəqin ki hers olacaq. Çünki Jessica qız qadındır. Whose are those books are on the kitchen table? Philip's friend Danny is here. There, he is. Danny kişi cinsində olduğuna görə he is. And is this dream bag his or theirs too? Deməli bu dream bag Philip's friend Danny is here. There, his. Bu gym bag idman çantası da onundur. Həmçinin. No, it's mine. I lost yesterday. Mən dünən itirdim. Deyirsən, mənimki də deməlidir. Do you want this jumper? I never wear it. That's because it isn't yours. O deməli, do you want this jumper? Bu jumper istəyirsən, mən heç vaxt geyinməmişəm onu. That's because it isn't yours. Səninki deyil. His onunki deyil. Yəqin ki səninki deyil deyər. It's Mila's jumper. She left it here last week. Oh, I didn't know it was hers. Mən onunki olduğunu bilmirdim. Belə. Wow, whose is that new sports car? It's yours. Your uncle's olacaq. Çünki uncle isimdir. No, it isn't. His uncle qadın cinsi ola bilməz. He's got a really old car. It's my cousin's. Belə bitirdik. Devam edirik. Complete the sentence with the correct possessive pronoun. Oh no, this car Charlie's bag. I have got deməli düzgün pronoun qoymalıyıq. I have got and he's got yours. Aha. Gəlin yazaq düzgün pronounu. Oh no, this is Charlie's bag. I have got his. Charlie kişi cinsidir. And he's got mine. Can we have our room key, please? Ours is room for all day. The other people are staying in our house and we were staying in belə deyək də theirs. Çünki other people are staying in our house and we are staying theirs. That looks like Marta's phone. Yes, I'm sure it's hers. Hey Paula, I found this notebook in the classroom. Is it yours? Seninkidir. Excuse me, it isn't your turn next. It is mine. I was here first. Her room is small, but ours is big. Belə, bu tapşırığı da tamamladıq. Bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.